İyunun 18-dən təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır. Sertifikatlaşdırma prosesi iyunun 18, 20, 24 və 25-i tarixlərini əhatə edir. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. İyunun 18-də riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, iyunun 19-da coğrafiya ibtidai sinif, iyunun 20-sində ingilis dili, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, xarici dil, riyaziyyat, rus dili və ədəbiyyatı, iyunun 24-də biologiya, kimya, iyunun 25-də isə fizika və informatika fənlərini tədris edən müəllimlərin sertifikasiyası başlayacaq. Müəllimlər portal.edu.az platformasında qeydiyyatdan keçərək sertifikatlaşdırma bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər. Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və xarici dil, alman dili, fransız dili müəllimləri iştirak edəcəklər.